Siz bilirdiniz ki, qəfil əyləclənmə zamanı təkərlər bloklanırsa, avtomobil idarə olunmaz olur. ABS məhz bu təhlükənin qarşısını alır. ABS təkərlərin dönməyə davam etməsini təmin edir və avtomobilin manevr qabiliyyətini qoruyur. Bu video sizə ABS-in tarixini, prinsiplərini, quruluşunu və üstünlüklərini ətraflı izah edəcək. ABS-in tarixi 1920-ci illərə gedir. İlk dəfə bloklanmış təkərlər problemi qatar və təyyarələrdə üzə çıxdı. Bloklanmış təkərlər qatarın dayanıqlığını azaldır, təyyarənin yerüstü idarə olunması çətinləşdirirdi. 1920-ci illərdə elektrik və elektron sistemlər vasitəsilə təkərlərin bloklanmasının qarşısını alan texnologiyalar istifadə olunurdu. Eyni dövrdə Fransada Avions Voisin şirkəti təyyarə təkərləri üçün ilk ABS tipli sistemləri hazırladı. 1936-cı ildə Bosch təkərlərin bloklanmasını qarşısını alan texnologiyanı patentləşdirdi. Lakin o zamanın elektron texnologiyası bu ideyanı avtomobillərdə reallaşdırmağa imkan vermirdi. 1960-cı illərdə poloprovodnik texnologiyaları avtomobil sənayesinə daxil oldu. 1971-ci ildə General Motors ilk ABS nümunəsini avtomobillərdə tətbiq etdi. Amma bu sistem ön təkərlərin bloklanmasını əldə etmirdi və hətta təhlükəli idi. Həqiqətən işləyən ABS sistemi isə Almaniyada yaradıldı. Teldec şirkətinin mühəndisi Heinz Lieber 1964-cü ildə ABS üzərində işləyirdi və 1970-ci ildə Daimler-Benz ilk işlək ABS-2 sistemini təqdim etdi. Bu sistemdə elektron idarə etmə bloku, təkər sürət sensorları və bir neçə hidravlik klapan istifadə olunurdu. 1978-ci ildə ABS artıq Mercedes S-Class və BMW 7 seriyasında standart olaraq tətbiq olunmağa başladı. ABS necə işləyir? ABS qəfil və intensiv əyləc zamanı təkərlərin bloklanmasının qarşısını alır. Təkərlər fərqli sürətlə dönürsə, elektron idarə etmə bloku əyləc təzyiqini tənzimləyir. Bu əməliyyat saniyədə 18-20 dəfə baş verir. Beləliklə avtomobil həm dayanıqlı qalır, həm də sürücü manevr edə bilir. Əslində təcrübəli sürücülər bəzən təkərləri bloklanmadan əyləc edə bilirlər. Amma ABS hər sürücü üçün təhlükəsizliyi təmin edir. ABS-in quruluşu. ABS-in əsas komponentləri təkər sürət sensorları hər təkərin sürətini ölçür. Modulyasiya klapanları əyləc təzyiqini idarə edir. Elektron idarə etmə bloku ECU sensorlarda gələn məlumatları analiz edir və klapanlara komanda verir. ABS təkərlərin sürətini davamlı yoxlayır və əgər bloklanma riski yaranarsa əyləc təzyiqini azaldır, sonra yenidən artırır. Bu proses saniyədə onlarca dəfə təkrarlanır. Nəticədə təkərlər heç vaxt tam bloklanmır. ABS-in effektivliyi və üstünlükləri. ABS-in əsas məqsədi sürücüyə idarə olunan avtomobili saxlamağa imkan verməkdir. Mütəxəssis sürücü təkərləri bloklamadan əyləc edə bilər, amma ABS hər sürücü üçün təhlükəsizliyi təmin edir. Müxtəlif yol şəraitində ABS fərqli nəticələr verir. Quru asfalt ABS-in ən optimal şəkildə işləyir. Əyləc yolu qısalır və idarə etmə saxlanılır. Dərin qar, qum və ya qravit. Bəzən təkərlərin az miqdarda bloklanması daha yaxşı yavaşlamağa gətirir. Bəzi avtomobillərdə ABS-i bu hallarda deaktiv etmək və ya xüsusi mod seçmək mümkündür. Təhlükəsizliyə əlavə kömək, Brake Assist və ya ESP. ABS üzərində qurulmuş əlavə sistemlər də var. Brake Assist təhlükəsiz əyləc köməkçisi. Sürücü əyləci tam basmasa belə əyləc təzyiqini maksimuma çatdırır. ESP elektron stabilizasiya sistemi avtomobilin dönmə və sürüş riskini azaldır. Bu sistemlərlə birgə işləyərək qəfil əyləc zamanı həm maksimal yavaşlamanı, həm də idarə olunmanı təmin edir. ABS olmadan Brake Assist təkərləri bloklaya bilər. Amma ABS bu riski aradan qaldırır. Beləcə ABS sadəcə təkərlərin bloklanmasını qarşısını alan sistem deyil. O sürücüyə təhlükəsizliyi təmin edir, manevr imkanlarını qoruyur və avtomobili idarə olunan saxlayır. Növbəti dəfə qəfil əyləc etsəniz, təkərlərin dönməyə davam etdiyini xatırlayın. Bu ABS-in gücüdür.